Değerli şagirdlər, 11-ci siniflər üçün güvən nəşriyyatının suallarına baxırıq. 31-ci sualda başlanğıc sürəti 30 metr saniyə olan avtomobil düz xətli bərabər təcilli hərəkət edir. 6-cı saniyənin sonunda sürəti 12 metr saniyə olan bu avtomobilin təcilinin modulunu bizdən soruşur. Bilirik ki, A sürət dəyişməsinin bu dəyişməyə baş verdiyi zamana nisbətidir. Son sürəti 12, başlanğıcı 30, sərf olunan zaman isə 6. 12-dən 30-u çıxdıq. -18, -18-i də 6-ya böldük. Elədi -3. Bizdən də təcili modulunu soruşur. B bəndi olur. 32-də cisim X oxu istiqamətində 5 metr saniyə sürətlə düz xətli bərabər sürətli hərəkət edir. Bu cisim K nöqtəsini keçən andan 8 saniyə sonra M nöqtəsinə çatır. M nöqtəsinin koordinatını hesablayın. Demək ki, bunun başlanğıc koordinatı da -10 olub. Bərabər sürətli hərəkətdə koordinat düsturu bilirik ki, x0 plus vxt-dir. Başlanğıc koordinatını -10. Sürəti məsələ verib 5 metr saniyə. 8 saniyə sonra M nöqtəsinə çatır. -10 üstə gələk 40, bu da eləyər 30. Demək ki, M nöqtəsinin koordinatı 30 olur. 33-cü sualda düz xətli hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. İlk 10 saniyə ərzində cismin getdiyi yolu hesablayın. Baxırıq ki, bu cisim 0-T1 zaman intervalında 5-dən 8-ə qədər 3 metr məsafə qət edib. T1-T2 intervalında isə X oxuna əks 8-dən 0-a qədər düşdüyü üçün, yəni qayıtdığı üçün daha doğrusu 8 metr məsafə qət edib. T2 10 zaman intervalında isə 0-dan 3-ə qədər 3 metr məsafə qət edir. Bu da eləyər nə qədər? 14 metr. Bizdən də 10 saniyədə getdiyi yolu soruşur. 34-cü sualda suya nəzərən sürəti 1 metr saniyə olan idmançı çayın bir sahilindəki A nöqtəsindən AB istiqamətində çayın digər sahilinə doğru üzməyə başlayır. Çayın axın sürətinin 0,8 metr saniyə olduğundan 50 saniyə ərzində çayın digər sahilindəki C nöqtəsinə çatır. Məlumdur ki, çay bunu sağa doğru apardığı üçün B nöqtəsinə yox, C nöqtəsinə çatmış olur. İdmançı bərabər sürətlə üzərsə, çayın enini AC məsafəsini hesablayın. Biz buradan baxsaq ki, buradakı AB yer dəyişməsi BC ilə AC-nin cəminə bərabərdir. Yəni düzbucaqlı üçbucaqdan. Bu yer dəyişmələrin hər tərəfini zamana bölsək, zamanlar eynidir. Belə bir ifadə alarıq ki, AB-dəki sürət BC-dəki sürət ilə AC-dəki sürətin cəminə bərabərdir. AB istiqamətində bunun hərəkət sürəti, məsələn, verdiyinə görə 1 metr saniyə. Çayın axın sürətini isə 0,8 metr saniyə vermişdir. Vektorlar qaydasında mən AC-ni tapsam, yəni VAC bərabərdir 1-in kvadratı minus 0,8-in kvadratı. 0,36, buradan da çıxar 0,6. Yazarıq ki, AC məsafəsi 0,6 vurulsun 50. Yəni 30 metr olduğunu taparıq. Otuz beşinci sualda yol zaman tənliyi S bərabər 10T plus 2T kvadratı şəklində olan cismin ilk 4 saniyə ərzindəki orta sürətini hesablayın. Bilirik ki, orta sürət ümumi yolun ümumi zamana nisbətidir.
Ümumi yol tapmaq üçün məsələ bizə zamanda verib. 10 vurulsun 4, 2 vurulsun 4'ün kvadratı. Zaman isə 4 saniyə bərabərdir 40 plus 4'ün kvadratı 16, 2'ye vurduq 32. Bu delədi neçə? 72 bölünsün 4. 7'də 4 1, 32'də 4 8. Bu da eləyər 18 metr saniyə. D bəndi. 36-cı sualda sürət vektorlarının istiqamətləri təsvir olunmuş iki cisim x oxu boyunca hərəkət edir. Əgər birinci cisim düz xətli bərabər yeyinləşən gedirsə, demək ki, bunun sürəti sağa yönəlibsə, təcili də sağa yönəlməlidir. Birinci cisim. Əgər birinci cisim düz xətli bərabər yeyinləşən, ikinci cisim isə bərabər yavaşlayan hərəkət edərsə, təcil proyeksiyaları üçün hansı münasibət doğrudur? İkinci cisim x oxuna əks hərəkət edirsə, bunun təcil vektoru ona əks yönələr. Şəkildən gördüyümüz kimi A1x, x oxu ilə eyni istiqamətli proyeksiyası müsbət, A2x yenə x oxu ilə eyni istiqamətlidir, proyeksiyası müsbət. Yəni, təcillərin hər ikisinin proyeksiyası müsbət olan hal baxırıq ki, A bəndində görünür. 37-ci sualda x oxu istiqamətində düz xətli bərabər sürətli hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki hansıdır? Bizdən soruşur x oxu istiqamətində bərabər sürətli. Diqqət eləsəniz, buradakı A və B bəndlərində başlanğıc və son koordinatlar bir-birinə bərabərdir. Demək ki, bu sükunət qrafikləridir. Yəni, bunlar getdi. C bəndinə baxsaq ki, son nöqtənin qiyməti, koordinatı başlanğıcdan kiçikdir. Sürət üstündən nəzərə alsaq, burada sürəti mənfi olacaq. Demək, bu oldu x oxuna əks. Eyni ilə D bəndində son nöqtənin qiyməti başlanğıcdan kiçikdir. Burada da sürəti mənfidir. Oldu x oxuna əks, bu da getdi. E bəndinə baxırıq ki, son nöqtənin koordinatı başlanğıcdan böyükdür. Tutaq ki, bura mənfi 5'dir, bura mənfi 10'dur. Demək ki, son qiymət başlanğıcdan böyükdürsə, buradakı sürət müsbətdir. Bu cisim x oxu istiqamətində hərəkət edir. Doğru cavab E bəndi. R radiuslu çevrə üzrə V sabit sürəti ilə hərəkət edən T zaman müddətindəki dövrlər sayı hansı ifadə ilə təyin olunur? Bilirik ki, sürətin 2 pi n r bölünsün T ifadəsindən məsələ bizdən dövrlər sayını soruşur. Bu da olacaq ki, V T bölünsün 2 pi r. V T bölünsün 2 pi r A bəndində. 39-cu sualda verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin K nöqtəsindən keçən anda sürət və təcil vektorlarının istiqamətini müəyyən edin. Şəkildən gördüyümüz kimi cisim sadə əqrəbin əksinə fırlanır. K nöqtəsində sürəti çevrəyə toxunan, K-dakı təcili isə çevrənin mərkəzinə doğru olar. Baxırıq ki, sürət C və D bəndlərindəki kimidir. Təcili isə C və E bəndlərində kimi uyğun gələr. O zaman uyğun variant olar C bəndi. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində bucaq sürətinin mərkəzə qaçma təcilindən asılılıq diaqramı verilmişdir. Hansı nöqtə xətti sürətin ən kiçik qiymətinə uyğundur? Bilirik ki, təcilin omega V ifadəsindən V bərabərdir. A bölünsün omega. Xətti sürətin ən kiçiyini soruşursa, təcili də kiçik, omegası böyük. Elə bir nöqtə seçməliyik ki, həmin nöqtədən A oxuna perpendikulyar çəkəndə sıfıra ən yaxın, omega oxuna çəkəndə isə sıfırdan ən uzaq nöqtə olsun. O da baxırıq ki, bir nöqtəsidir ki, buradan omega oxuna perpendikulyar çəksək, omegası böyük. Buradan A oxuna perpendikulyar çəksək, sıfıra ən yaxın A kiçik qiymət alır. Doğru cavab bir nöqtəsi olar. 41-ci sualda
Maddi nöqtə verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Maddi nöqtənin döyülmə periodunu 2 dəfə artırdıqda mərkəzə qaçma təcili necə dəyişər? Burada verilmiş radiuslu söz var. Biz A bərabərdir 4 pi kvadrat r böl t kvadrat ifadəsindən istifadə edərik. Buradakı 4 pi sabitdir. 4 pi r daha doğrusu. Mərkəzə qaçma təcili perioddan tərs asılıdır. Periodunu 2 dəfə artırıb, burada kvadrat var. O zaman təcili 4 dəfə azalar. 42-ci sualda saatın saniyə əqrəbinin uc nöqtəsinin mərkəzə qaçma təcilinin onun uzunluğundan. Əqrəb uzunluğu bilirik ki, radius olur. Demək ki, burada saniyə əqrəbinin mərkəzə qaçma təcilinin perioddan asılılığını soruşur. Saniyə əqrəbinin periodu sabit bir qiyməti var. 60 saniyə, yəni 1 dəqiqə. Bu sabit. 4 pi də sabit. A R-dən, yəni L-dən göründüyü kimi düz mütənasib asılı olar. 43-cü sualda maddi nöqtə R radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Radius vektorunun dönmə bucağı pi radian qiymətində maddi nöqtənin yer dəyişməsinin modulunu hesablayın. Yəni pi radian qədər 180 dərəcə dönəndə sərf olunan zaman yarım perioddur. Bu zaman bilirik ki, yer dəyişmə 2 radiusa bərabərdir. Yəni D bəndi. 44-cü sualda T diaqramında bizdən soruşur ki, bucaq sürətini hesablayın. Omeqanın delta fi böl delta t ifadəsinə əsasən 15/3 böl 3. Bu da eləyər 4 radian böl saniyə. Doğru cavab C olar. 45-ci sualda baxırıq ki, F qüvvə vektorunun üfüqlə əmələ gətirdiyi bucağı göstərib. Başlanğıcından və sonundan x oxuna perpendikulyar çəksək, bu xəttə biz deyəcəyik fx. F qüvvə vektorunun x oxu üzərindəki qolu. Yəni əslində bu idi, bunu köçürdük aşağı. Baxır ki, fx-in qiyməti 24 newtondur. Fx f kosinus alfaya bərabərdir. Buna üfüqi qol deyirdik. Buradan f-i tapsaq 24 bölünsün kosinüsdə neçədir orada? 0,6. Bu da eləyər neçə? 240 newton eləyər. 46-cı sualda Newton böl saniyə kvadratı metr ifadəsi ilə hansı bir kəmiyyətin vahidinə uyğundur? Newtonu biz kiloqram metr böl saniyə kvadratı. Burada saniyə kvadratı, bir də metri yazsaq. Saniyə kvadratlar gedər, metrlər də gedər. Yerdə qaldı kiloqram. Bildiyimiz kimi bu da kütlənin vahidinə uyğundur. 47-ci sualda cismə tətbiq olunmuş 4 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Baxırıq ki, F1 və F2 qüvvələri bir-birinə perpendikulyardır. Bunların əvəzləyicisi bu istiqamətdə yönəlir. Biz buna F' deyək. F' F3 ilə eyni istiqamətli və eyni uzunluqdadır. O zaman biz elə buna da F3 deyə bilərik. Gördüyümüz kimi bu nöqtəyə, bu tərəfə 2F3, bu tərəfə isə F4 qüvvəsi təsir göstərir. F4-ün ədədi qiyməti 15, 2F3 də elədi nə qədər? 40 newton. Arasındakı bucaq 180 dərəcə. O zaman deyəcək ki, əvəzləyici 40 çıxılsın 15, yəni 25 newton olar. 48-də kütlələri M1 və M2 kütlələri olan iki cisim qarşılıqlı təsir zamanı bir cismin aldığı təcil 1/2, ikinci cismin aldığı təcil 1/2, birinci cismin aldığı təcilin qiymətini hesablayın. Qarşılıqlı təsirə görə F1 F2-yə bərabər, ədədi qiymətcə M1 A1-i M2 A2-yə bərabərləşdiririk. M1 200 qram, A1-i bilmirik, M2 800 qram, A2-yə vermişdi 1/2.
Qramlar getdi, sıfırlar da getdi, 2, burada qaldı 4. A1 də oldu, 4 vur 1 onda 2, yəni 4,8 E bəndi olur. 49-cu sualda bir ucu bərkidilmiş dinamometrin göstəricisinə əsasən onun sərbəst ucuna təsir edən qüvvənin qiymətini və cihazın xətasını hesablayın. Xətanı tapmaq üçün biz bir bölgünün qiymətini bilməliyik. Bura 0, bura 10-dursa, demək bura 5-dir. Demək ki, biz müəyyən elədik ki, bir bölgünün qiyməti 5 Newtondur. Xəta da bir bölgünün qiymətinin yarısıdır. Yəni olacaq 2,5. Xətanın 2,5 olduğunu tapdıq. Məsələ bizdən soruşur ki, bir ucu bərkidilib F qüvvəsinin qiymətini hesablayın. Demək ki, F qüvvəsi də 60 Newton olmalıdır ki, 60, bu da oldu 2,5 E bəndi. 50-ci sualda həcmi 4 kub metr, sıxlığı 0,8 qram bölü kub santimetr cismin kütləsini hesablayın. M bərabər rho V-yə görə rho 0,8 qramı kiloqrama çevirdik. 10 üstü mənfi 3 santimetr kubu kub santimetrə çevirdik. Santi 10 üstü mənfi 2 üstü kub olanda üstü 3. Burada kiloqram, burada da kub metr. Vurulsun 4 kub metr. Bu kub metrlə bu kub metr gedər. 4'ü 0,8'e vurduq. 3,2. Mənfi 6 yuxarı çıxdı. Mənfi 3'e vurulanda müsbət 3. Bu da bizə verər 3200 kiloqram. Yəni E bəndi. 51-ci sualda cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılığı hansıdır? 0 T1 arasında baxırıq ki, cisim bərabər yeyinləşən təcili müsbətdir. T1 T2 arasında isə cisim bərabər sürətlidir, təcili 0-dır. Biz bunun təcili zaman qrafikini qursaq, baxarıq ki, 0 T1-də təcili müsbət, T1 T2-də isə təcili 0-a bərabərdir. AT ilə əvəzləyicinin qrafiki formaca eyni olduğundan uyğun cavab B bəndi olar. 52-ci sualda yol və yer dəyişmək üçün Venn diaqramını bizdən soruşur. Skalyar kəmiyyətdir. Təbii ki, yol vahidi, B-si də əsas vahiddir. Metr hər ikisinə uyğundur. Trayektoriyanın uzunluğuna bərabərdir. Bu yola uyğun. Qapalı trayektoriya 0-a bərabərdir. Bu da yer dəyişmə. Dəqiqə, burada 3 olacaq. Doğru cavab olacaq 12, 4, 3. 12, 4, 3. Dəqiqə, səhv yazdıq. 2 düz idi, bu 2 səhvdir. 13, 4, 2. 13, 4, 2 D bəndi görürük. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Ədədi qiymətcə vahid zamanda sürətin dəyişməsinə bərabər olan kəmiyyət. Bu təcil. Bir cismin digər cismə təsirini xarakterizə edən fiziki kəmiyyət. Qüvvə. Düzxətli hərəkətdə cismə təsir edən qüvvələrin arasında qiymət və istiqamətcə sabit qalır. Düzxətli bərabər təcilli. Bunlar bura 1. Düzxətli hərəkətdə cismə təsir edən qüvvələrin 0-a bərabər, bu da bərabər sürətli 4 olar. Ardıcıllıq 2, 3, 1, 4 kimi olar. Düzxətli bərabər yeyinləşən hərəkət edən cismin ilk 5 saniyə ərzində 25 metr yol gedir. 5-ci saniyənin sonunda cismin sürəti 8 metr saniyə olarsa, bu cismin başlanğıc sürətini bizdən soruşur. Bilirik ki, S bərabərdir V plus V0 bölü 2 vur T ifadəsindən 25 metr yol gedibmiş. Son sürəti 8-dir. Başlanğıcı bilmirik. 5 saniyə hərəkətdə olub. 5 ilə 25-i ixtisarlədik. Məxrəcdən azad eləsək 10 bərabərdir. 8 plus V0. Baxırıq ki, V0 oldu 2 metr saniyə. 55-ci sualda O mərkəzindən keçən ox ətrafında fırlanan diskin L kənar nöqtəsinin xətti sürəti 1,8 olarsa, diskin dönətmə periodunu hesablayın. Baxırıq ki, bu onun radiusu.
RL desək 3 bölgü. T bərabərdir 2 pi R bölü V. Sürəti də 1,8. 9. 2'ye vurduq. 18. 1,8'e böldük. Elədi neçə? 10. 18'i 1,8'e bölməklə. 56-cı sualda düz xətli hərəkət edən cismin getdiyi yolun zamandan asılıdır. Bu cisim bərabər yavaşın hərəkət edir. S bərabərdir V0 T minus A T kvadratı bölü 2. Bərabər yavaşlayan o deməkdir ki, təcili sabitdir. Getdikcə sürəti azalır. Demək ki, başlanğıc sürət sondan çoxdur. V1 böyükdür V2-dən. 3, 5. ABCD trayektoriyası üzrə hərəkət edərək velosipedçi AB hissəsində yeyinləşən BC və CD hissələrində isə bərabər sürətli hərəkət edir. Diqqətimizdən qaçmasın, BC eyni zamanda çevrə üzrə bərabər sürətlidir. A bəndində deyir ki, təcil vektoru sürət vektoru istiqamətində yönəlir. Bu yeyinləşənə, yəni AB-yə uyğundur. Təcil vektoru sürət vektorunun əksinə yönəlir. Burada yavaşlayan olmadığı üçün heç birinə uyğun gəlmir. Təcil vektoru sürət vektoruna perpendikulyar. Bu çevrə üzrə hərəkətdə olur. Təcili sıfıra bərabərdir. Düz xətli bərabər sürətlidə, yəni CD-də. Bərabər zaman fasiləsində gedilən yollar fərqlidir. Bu yeyinləşənə uyğundur. 1AY, 1AE, 2C, 3D. 58-ci sualda üfüqi müstəvidə qoyulmuş M1, 2M və M2, 3M kütləli iki cisim bir-birinə iplə bağlanmışdır. M1 cismi F qüvvəsi ilə dartılır və cisimlər sabit A təcili hərəkət edir. Bir müddət sonra cisimləri bağlayan ip qırılır. İp qırıldıqdan sonra hər bir cismin necə hərəkət etdiyini yazın. Burada F qüvvəsi hər iki yükü dartdığı üçün bunlar bərabər təcilli hərəkət edəcək. Bərabər təcilli hərəkət edəcək. Sürtünmə nəzərə alınmadığına görə ip qırıldıqdan sonra M2 cisminin əvvəldən qazandığı sürət hesabına M2 cismi ip qırıldıqdan sonra bərabər sürətli. M1 cismi isə yenə də bərabər təcilli hərəkət edər. Sadəcə M1 cismini sadəcə F qüvvəsi dartdığı üçün kütlə azaldığın, ümumi kütlə azaldığı üçün təcili artar. 59-cu sualda kütləsi 2 ton olan minik avtomobili sükunət vəziyyətindən sabit əvəzləyici qüvvənin təsiri altında düz xətli hərəkətə başlayır. İlk 20 saniyə ərzində avtomobil 300 metr yol gedərsə, ona təsir edən əvəzləyici qüvvəni hesablayın. Sükunətdən hərəkətə başlayıb V0 yoxdur. Biz S bərabərdir A T kvadratı bölü 2-dən A bərabərdir 2S bölü T kvadratı yazsaq, 2 vurulsun 300 bölünsün 20'nin kvadratı, yəni 400. Sıfırlar getdi. 6'nı 4'e böldük. 1,5 təcilini tapmış olduq. F əvəzləyicinin MA düsturundan da 2 ton 2 10 üstü 3 vur 1,5. Bu da elədi 3 10 üstü 3. 3 10 üstü 3 Newton, yəni 3000 Newton. 60-cı sualda başlanğıc sürəti 108 km/saat olan cisim X oxunun əksi istiqamətində düz xətli bərabər təcilli hərəkət edir. Bu cismin təcilinin proyeksiyası 5 metr/saniyə kvadrat olarsa, ilk 10 saniyə ərzində necə hərəkət etdiyini modulun zaman asılı qrafikini çəkin. Grafiki asırlıqda 10-cu saniyənin sonuna uyğun sürətin qiymətini yazın. Başlanğıc sürəti 108 km/saat. Metr saniyə çevirsək, bu eləyəcək 30 metr bölünsün saniyə. Təcili isə 5 metr saniyə kvadratı.
Hə, başlanğıc sürəti o zaman x oxun əksi sözünə görə mənfi olacaq. Bunun hərəkət tənliyi -30 plus 5 t'dir. Yavaşyan getdiyi üçün bu cisim dayanır. Buradan deyə bilərik ki, t olacaq 6. Altıncı saniyədə bu cisim zaman oxunu kəsir. Həmin kəsmə nöqtəsində son sürəti 0-dır. İlk 6 saniyə ərzində x oxunun əksi istiqamətində bərabər yavaşayan ümumi 10 soruşursa, sonraki 4 saniyədə isə x oxu istiqamətdə yeyinləşir. Buradakı hərəkətində buna V2 deyirəm. Təcili 5-dir. Başlanğıc sürəti yoxdur ikinci qrafikin. Buradan bura 4 saniyə zaman keçib. Bu diyalar neçə? 5 vur 4, 20. Məsələ də bizdən soruşurdu ki, 10-cu saniyənin sonuna uyğun sürətin qiymətini yazın. Bu diyalar 20.